mənim fikrim yarışda, oxuduğum yerdə bir nöqtədədirsə, mən başqa nöqtələri unutmuşam artıq. Qaydamıza görə sizdən biriniz vidalaşacaqsınız, sağollaşacaqsınız, amma digər biriniz isə bizimlə davam edəcəksiniz. İnnəhum lən yughnu anke minallahi şey'ə. Vəqf ibtida yerlərin demək olar ki, bacardığı qədər ən münasib yerlərdə vəqf elədi. Qul aminu bihi əv la tu'minu. Və qul id'ullah. Bax görsən, mən indi bir şey etiraf eləyim sizə. Avaz gətirmək istədim, sənin elədiyin səhvi elədim. Ayənin mənasına da fikir verəndə siz bunları görə bilirsiniz. وَمَا كَيْدُ فِرْعَوْنَ إِلَّا فِي تَبَابٍ. Əzbər bilmək gözəldir, amma gözünü çəkmək gözəl deyil. Hətta hafizlər belə səhv oxuya bilirlər. Bəli. وَبِئْسَ الْمِهَادِ. Dünyada zaten Allah bu gözəlliyi, sağlamlığı, bu nemətləri sizə verib, bizim əsas məqsədimiz axirətdir. Hər kim əgər pis bir iş görərsə, onun müqabilində cəzalanacaq, artıq yox. Bismillahirrahmanirrahim. Təbarəkəl-ləzi nəzzələl furqanə alə abdihi liyəkunə lil-aləminə nəzira. Bu furqanı bütün aləmdəkiləri qorxutmaq üçün bəndəsinə tədricən nazil edən Allah uca, əbədi və çox bərəkətlidir. Təbarəkəllah. Allah həqiqətən bərəkətlidir və onun nazil etdiyi əlimizdə olan bu Qur'an-ı Kərim də bərəkətlidir. Allah bu bərəkətdən bizi ayrı salmasın. Allah ömrünüzə bərəkət versin əziz və hörmətli izləyicilər. Qur'an Sədası 2025 yenə də davam edir. Yenə də maraqlı bir proqramla, yarışmayla xidmətinizdəyik, huzurunuzdayıq. Əziz və möhtərəm izləyicilər, bildiyiniz kimi bu yarışmanın qaydası var. Ötən həftə 3 iştirakçı sona qalmışdı. Onlara səs vermə oldu. Əvvəl münsiflər heyəti tərəfindən onlara ballar təqdim olundu ki, bunu bilirsin hamınız, hansı qari nə qədər bal topladı. Bu həftə ərzində 100 qari tərəfindən səs vermə oldu. Qarilərimizə səslərini təqdim etdilər və onunla yanaşı siz əziz izləyicilərdən də səslər gəldi və səslər toplandı. Həmin 3 iştirakçıdan biri bugün bu yarışmanı tərk edəcək, ikisi isə bizimlə davam edəcək. Mən həmin iştirakçıları dəvət etmək istəyirəm səhnəyə. Əhməd Sadıqov buyursun səhnəyə. Həsən İbrahimov, İlkin Abbasəliyev. Buyurun. Xoş gördük sizi, salamlayırıq bir daha, sizi görməyə şadıq. Əziz qarilərimiz, əziz iştirakçılarımız, mən istəyirəm balları təqdim edəm izləyicilər tərəfindən, eyni zamanda 100 qari tərəfindən toplanan balları indi qeyd edəcəyəm. İlk olaraq ötən həftə münsiflər heyətindən toplanan balları nəzərinizə çatdırım. Əhməd Sadıqov 187,5 bal toplamışdı. Həsən İbrahimov 175,5 bal və İlkin Abbasəliyev 168,5 bal toplamışdı. İndi isə izləyicilər tərəfindən görək əziz qarilərimiz nə qədər səs toplayıblar. Mən
istərdim ilk öncə daha çox səs toplayan həm izləyicilərdən, həm də 100 qaridən daha çox səs toplayan əziz iştirakçımızı qeyd edim. Beləliklə, Münsiflər heyətindən 187,5 bal toplayan əziz qarimiz Əhməd Sadıqov, izləyicilər tərəfindən 5 bal toplayıb, Azərbaycanın, ölkəmizin 100 qariləri tərəfindən 87 bal toplamışdır Əhməd Sadıqov, əziz qardaşımız və beləliklə 279,5 balla önə keçib. Mən buna görə təbrik edirəm Əhməd qardaşımızı və bizimlə bugün davam edəcəksiniz. İnşallah buyurun gözləmə otağına. 2 əziz qarimiz buradadır. Baxaq, görək onlardan hansı biri daha çox səs toplayıblar, bal toplayıblar. Mən ilk öncə bunu qeyd edim, yenə də əlbəttə izləyənlər, izləyicilərimiz bilirlər. Münsiflər heyəti tərəfindən 175,5 bal toplamışdı Həsən İbrahimov və 168,5 bal İlkin Abbas Əliyev toplamışdı. İndi isə izləyicilər və 100 qarilər tərəfindən gələn ballara baxırıq. İzləyicilər 65 bal və 30 bal. Qarilərdən biri izləyicilərdən 65 bal toplayıb, biri 30 bal. 100 qaridən isə 11 bal biri alıb, digər əziz qarimiz isə 2 bal alıb. Burada 251,5 bal varımızdır və 200,5 bal varımızdır. Yaxınlaşaq əziz qarilərimizə görək. Kim, hansı səsləri toplayıb. Mən yaxınlaşıram əziz qarilərimizə və təəssüf deməyim, təəssüflənmirəm əlbəttə. Burada iştirak etmək bir veriliş olsa da, bir proqram olsa da böyük bir şərəfdir həqiqətən də. Amma qaydamıza görə sizdən biriniz vidalaşacaqsınız, sağollaşacaqsınız. Amma digər biriniz isə bizimlə davam edəcəksiniz. Mən 251,5 bal toplayan qarimizin adını açıqlayım. İkisi də bizim üçün əzizdir, ikisi də istedadlı qarilərimizdir və qeyd edim ki, 251,5 bal toplayıb Həsən İbrahimov. Təbrik edirəm sizi və sizi də təbrik edirəm əlbəttə. Həsən qardaşımız, bizimlə davam edəcəksiniz. Buyurun gözləmə otağına. Amma ilkin qalacaq hələ burada. Bu arada bizim əziz münsiflər heyətini sizə təqdim etmək istəyirəm. Əziz Quran müəllimlərimiz, ustadlarımız buradadır. Beynəlxalq Quran qarisi Hacı Ruslan Qasımov buradadır. Salamlayıram sizi. Əziz Quran müəllimimiz Hacı Əli Musayev bizimlədir yenə də. Sizi də salamlayıram. Xoş gördük. Beynəlxalq qarimiz, ilahiyyatçı qarimiz Hacı İlkin Həsənzadə, hər üçünüzü salamlayıram. Allah güc, qüvvət versin sizə. Sizin də salamınızı eşidək, sonra davam edək. Bismillahirrahmanirrahim. Biz də dəyərli izləyicilərimizi salamlayırıq və o cümlədən 100 qarimizi ki, onlar da zəhmət çəkirlər, onları da salamlayırıq. Orada Quran müəllimləri də var, onların hamısını salamlayırıq və o cümlədən əziz münsiflər heyəti, ustadları salamlayıram. Və sonra da yarış iştirakçılarına Allah güc qüvvət versin yarışçılarımıza və onlar bugün Quran-ı Kərimin xidmətindədirlər və Quranın xidmətində olanlar daim Allahın nəzərindədirlər.
Peyğəmbərimizin nəzərindədirlər, peyğəmbərlərin nəzərindədirlər. Çünki bu kitab, bu ilahi bir kitab Allahın göndərdiyi bütün peyğəmbərlərin zəhmətlərinin toplusudur. Yəni Quranı oxuyanlar, Quranla məşğul olanlar bilsinlər ki, onlar yer üzünə gələn bütün peyğəmbərlərin zəhmətlərinin toplusunu onlar əllərində daşıyırlar və oxuyurlar və cəmiyyətə təqdim edirlər. Allah Qurandan ayrı salmasın bizim bu gənclərimizi, bizim bu dəyərli qarilərimizi. Doğrudan da biz sevinirik ki, bunlar qiraət yolunu davam etdirirlər, bu uca yolu davam elətdirirlər. Allah daim etsin, inşallah bunların səsi gələcəkdə dünya yarışlarından gəlsin və vətənimizin, bayrağın inşallah ucalarda tutsunlar. Amin. Amin. Seyid Əli müəllim, buyurun. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban uca Allahın adı ilə Allahın salavat və salamı olsun Peyğəmbərimiz və onun əhl-i beytinə. Mən də salamlayıram əziz izləyiciləri, iştirakçılara müvəffəqiyyətlər arzu edirəm. Uca Allahdan həm özümüzə, həm iştirakçılara və həm izləyicilərə xalis niyyətlə bu işi davam elətdirməyi arzu edirəm. Allah köməyiniz olsun. Hacı Ruslan Qasımov, buyurun. Mən də əziz, dəyərli münsiflər heyətinin fikirlərinə, dəyərli sözlərinə qoşuluram və hər bir kəsi salamlayıram. İstər müsabiqə iştirakçıları olsun, istər münsiflər heyət olsun və bu işləri təşkil edən hər bir kəs, hər bir zəhməti keçən. İlkin müəllim danışan zaman yadıma bir ayə düşdü. Allah Quran-ı Kərimdə buyurur ki, mənə kömək eləsəz, mən də sizə kömək olaram, kömək eləyərəm. İnsan düşünəndə ki, Allahın bu köməkliyə hansı köməklikdən söhbət gedir ki, biz Allaha necə kömək eləyə bilərik? Biri varı ilə, dövləti ilə, biri canı ilə, biri malı ilə, hərə bir yolla Allahın yoluna xidmət eləməsi, Allahın işlərinə kömək olmaq, dəstək olmaq deməkdir. Və bu dinin sütunu, dinin söykənəcəyi sənədi Quran-ı Kərimdir. Və bu işlərdə həqiqətən Allahın işinə köməklik və dəstək olmaqdır. Allahın və izzətinə, cəmalına, cəlalına o da bizə bu işlərdə yar və yardımcı olsun daim. Bizi bu yoldan, axsayanlardan, yarıda qalanlardan eləməsin inşallah. Amin Allah bizi inşallah. Quranı oxuyub ona əməl eləyənlərdən qərar versin. Bəli. Allah razı olsun ustadlar. Hacı Ruslan çox gözəl bir məsələyə toxundu. Kömək məsələsi Allahın dininə. Ümumiyyətlə, bu Quran-ı Kərimin bu yarışmasını, bu Quran yarışmasını paylaşmaqda da siz bizə kömək olmuş olarsınız, əzizlər. Sizin də dəstəyiniz budur. Həm dualarınızla, həm də dostlarınızla paylaşın. Qohum, qonşu, tanış. Paylaşın, onlar da izləyə bilsinlər, mənəvi qida alsınlar. Bir insan dadlı, ləzzətli, ləziz bir təam yeyərkən istəyər yanındakı kimsə varsa, ətrafda kimsə varsa dəvət etsin onu, onunla birlikdə o qidanı yesinlər, o təamı yesinlər. Bu da mənəviyyat qidasıdır, bu da ruhun qidasıdır. Bu proqram, bu yarışma da ümumiyyətlə bu Quran-ı Kərimlə bağlı bütün bu işlər, Allahın dini ilə bağlı bütün bu işlər ruhun da qidası sayılır eyni zamanda və bunu da əlbəttə tək qəbul etməyin, dostlarınız, tanışlarınız, qohum-əqraba, qonşularınıza qədər paylaşın ki, onlar da o qidadan istifadə edə bilsinlər inşallah. Bunun həm də savabı da var, digər faydaları da var. Proqramımıza davam edirik. Ustadlar, İlkin Abbasəliyev bugün buradan ayrılır. İlkin qarimizə nə sözünüz olacaq? Sizi dinləyək. İlkin qarimizə Allahdan ilk öncə müvəffəqiyyət diləyirik. Bəzən bir işin sonu, bir yolun sonu başqa bir yolun başlanğıcı demək olur. Necə ki biz ana bətnindən dünyaya gələndə bir yolun sonundan başqa bir yolun ilk qədəmlərinə qədəm qoyuruq. Bu müsabiqənin ilk imtahanıdır, mən belə düşünürəm sizin həyatınızda. Yəni bu cür bir müsabiqədə ilk addımdır və
mənə belə gəlir ki, gələn müsabiqələr üçün yeni bir aləm açılmalıdır, yeni bir səhnə açılmalıdır sizin düşüncənizdə və təfəkkürünüzdə və o talant əslində sizdə var. Sadəcə olaraq ustada ehtiyac var. Ustadların yanında olun. Daim bilmədiklərinizi öyrənin. Yəni hazırlıqlı gəlmək lazımdır. Yəni Quran-ı Kərim oxumaq eyni qiyamətə gedəcəyimiz kimidir. Nə qədər əməl eləsən, o qədər Allah yanında üzün ağ olacaq. Hər bir işdə belədir. Nə qədər ustadlardan istifadə eləsəz, gələn müsabiqələrdə daha gözəl nəticələr göstərə bilərsiniz. Mən sizdə o potensialı görürəm. İnşallah müvəffəqiyyət diləyirəm. Yəni yolun sonu deyil, əslində sizin üçün bir yeni əsrin, yeni eranın başlanğıcı kimi qəbul eləməyi istəyirəm. Allah salamat eləsin sizə. Buyurun ustad. Mən salamlayıram əziz qarimizi və tövsiyə ünvanında desəm biraz bəlkə yaxşı çıxmaz, amma belə deyək də təcrübə olaraq demək istəyərdim əziz qarimizə ki, bu belə deyək müsabiqədə az bal toplamaq sizi ruhiyyədən salmamalıdır. Hacı Ruslan müəllim də qeyd elədi. Əksinə sizə biraz da istiqamətinizi belə deyək daimi etmək lazımdır. Həmişə çalışmalısınız ki, bu son deyil, bu başlanğıcdır. Ruslan müəllim qeyd elədiyi kimi uzağa baxmaq lazımdır, yaxına yox. Bu günləri keçdi. Buradan o yana baxmaq lazım ki, növbəti illərdə daha çox çalışıb, daha çox nailiyyət əldə etmək üçün çox çalışmaq lazımdır. Sizə müvəffəqiyyət arzu edirəm. Əgər Allah üçün, Allah kitabı üçün ixlasla çalışsınız və daha çox nailiyyətlər əldə etmək üçün uzağa baxsınız, ümidvaram ki, müvəffəq olarsınız. Bir daha müvəffəqiyyət arzu edirəm. Bəli, buyurun hacı. Bəli, əziz və dəyərli qarimiz İlkin Abbas Əliyev. Mən bunu qeyd edim ki, İlkin əzizimiz çox az bir zamanda desəm, ustadlar da təəccüb eləyəcəklər ki, doğrudan da bu az bir zamanda gəlib yarışa qoşulmaq və onun finalına düşmək asan deyil. Demək olar 4 ay ərzində həftədə 1-2 dəfə demək olar ki, İlkin əzizimiz dərslərdə olub və doğrudan da onun üçün nailiyyətdir. Yəni mən deyərdim ki, İlkin həqiqətən uğura imza atıb ki, gələcəkdə bu yolu davam elətdirsin, dayandırmasın. İsra surəsinin 19-cu ayəsi var. Çox xoşuma gəlir bu ayə. Allah Taala bu ayədə insanları həvəsləndirir və kim çalışırsa və onun nəticəsi olaraq bir söz deyir. Allah Taala deyir ki, kim də axirəti istəsə, mömin olaraq, mən sözüm bunun üstündə olacaq, mömin olaraq bu sözü yadda saxlayın. Bir səylə onun üçün çalışarsa, onların səyi məmuniyyətlə qəbul olacaq. Yəni səyləri nəticə verəcək. İlkin əzizimiz doğrudan da mömin əzizimizdir. Doğrudan da hər Quran oxuyanda elə görürəm ki, axirəti xatırlayır. Bu mənə həqiqətən də çox ləzzət eləyirdi bu söz. Bu Quran, bu oxunuşlar nəticədə axirət üçündür. Dünyada zaten Allah bu gözəlliyi, bu sağlamlığı, bu nemətləri sizə verib. Bizim əsas məqsədimiz axirətdir. Bu oxunuşlardan məqsəd axirətdir. İlkin bu günləri mən ona şahidəm ki, doğrudan da axirətin daha üstün tutub və səy edir və çalışır və həmişə də çalışır. İnşallah ümid edirəm də bundan sonra da çalışacaq inşallah. Allah sizin müvəffəq eləsin. Amin. Amin. 4 ay ərzində mən elə bir insanlar tanıyıram, görmüşəm. 4 ay ərzində hələ ərəb əlifbasını öyrənib bitirə bilmirlər. Həqiqətən də bilmirəm ya zəifçilik göstərirlər. Həqiqətən də 4 aydan sonra müsabiqəyə qatılasan, yarışda iştirak edirsən, bu böyük uğurdur siz demiş. Çox mükəmməl, gözəl. Təbrik edirik həqiqətən sizi və sizə bizim Quran sədasının hədiyyəsi var. Quranla yaşamaq Hacı Ramil Bədəlov, bizim dəyərli ilahiyyatçı alimimizin Quranla Yaşamaq adlı kitabı sizə hədiyyə olunur. Bu sizindir və Quran sədası 2025-in özünün də simvolik olaraq bir gözəl hədiyyəsi, sizin adınız burada həkk olunub. Bu da bir sizin xatirə olacaq, sizin üçün gözəl bir xatirə.
Burada arxada tərəfdə yazıb müsabiqədə iştirak etdiyiniz üçün təşəkkür edirik. Buyurun, təbrik edirəm Çox sağ sizi. olun, Allah razı olsun. Allah sizi müvəffəq eləsin. Sağ olun, Son Allah razı olaraq nəsə demək istəyirsinizmi? Buyurun. Bəli, mən də bu verilişin ərsəyə gəlməyində hər bir kəsin əməyi var. Onlara Allahdan dünyada və axirətdə böyük mükafatlar arzu edirəm inşallah. Ustadların hər birinə ayrı-ayrılıqda öz təşəkkürümü bildirirəm. Əziyyətlər oldu bizim üstümüzdə. Allah razı olsun hər birindən. Allah sizdən də razı olsun. Həqiqətən də mömin insansız Hacı İlkin demişkən mömin Allah xüsusiyyətləri, bir neçə xüsusiyyətlərin əlbəttə bilmək olur ki, bu insan həqiqətən də mömindir. Allah razı olsun. Sizdən Allah dua razı edirsiniz olsun. bizim üçün əziz mömin qardaşımız. Allah Buyurun. razı olsun. Var olun, sağ olun. Sağ olun. Möhtərəm izləyicilər, proqramımız davam edir. İlk öncə qeyd edim ki, həmişə olduğu kimi bu yarışmada Quran Sədası 2025-də də oxunacaq Quran-Kərimlərin savabı Azərbaycanımızın uğrunda, vətənimiz uğrunda, torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizin əziz ruhlarına hədiyyə olunacaq inşallah. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Xalqımız üçün duaçı qərar versin onları və proqramımıza başlayırıq. İlk iştirakçını dəvət etmək istəyirəm. Əhməd Ramazanov buyursun. Əhməd Ramazanov, əziz qarimiz, salamlayıram sizi, xoş gəlmisiniz. Salam Hikmətcan, bir daha xoş gördük. İlk öncə sizi salamlayıram və sonra Quran ustadlarımız Hacı İlkin Həsənzadə, Seyid Əli Musayev və Hacı Ruslan Qasımov salamlayıram. Qarşınızda baş əyirəm ki, bizlərin Quran yolunda öyrədib əziyyət çəkirsiniz, haqqınızı halal eləyin və həmçinin bütün iştirakçılara uğurlar arzulayıram. Allah bizi Quranın nurundan dünya və axirət ayrı salmasın inşallah. Amin. Arzum budur. Əhmədcan, çox sağ olun dualara görə və inşallah ki, bugün eşidək, inşallah Bəli, növbəti bir gözəl qiraət eşidək sizdən. İlk öncə qeyd edin, zəhmət olmasa, hansı Bəli. surə, hansı ayə olacaq və Bəli. səhifəndə? Casiyə surəsi 18-22-ci ayələr, 500-cü səhifə. Casiyə surəsi 18-22-ci ayələr, 22-ci ayələr 500 500-cü səhifə. 500. 500-cü Bəli, bəli. səhifə inşallah. İzləyicilər də açsınlar Quranları. Əgər tərcümə də varsa, tərcüməni də izləsinlər. İnşallah ki, faydalı olacaq. Buyurun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم ثم جعلناك على شريعة من الأمر فاتبعها ولا تتبع أهواء الذين لا يعلمون إنهم لن يغنوا عنك من الله شيئا وإن الظالمين بعضهم أولياء بعض والله ولي المتقين هذا بصائر للناس وهدى ورحمة
أم حسب الذين اجترحوا السيئات أن نجعلهم كالذين آمنوا وعملوا الصالحات سواء محياهم ومماتهم ساء ما يحكمون وخلق الله السماوات والأرض بالحق ولتجزى كل نفس بما كسبت وهم لا يظلمون صدق الله العلي العظيم. Əhməd Ramazanovu dinlədik, əziz iştirakçımızı, gözəl səsli qarimizi. Allah əcr versin, Allah mükafat versin inşallah. Münsiflər heyətinə sözü verərək, onlar da qiymətləndirsinlər. Seyid Əli Musayev, sizinlə başlayaq Seyid, buyurun. Salamlayıram əziz qarimizi və gözəl tilavət etdi. Yəni bundan əvvəlki tilavətlərdən daha fərqli görünür ki, üzər-üzə çalışmısınız. Təbii ki, səhvlər var idi. O səs-üzdən daha məharətlə istifadə eləməkdə bəzi nöqsanlar var idi. Ümidvaram inşallah növbəti həftələrdə daha çox çalışsınız, daha çox nailiyyət əldə edərsiniz. Müvəffəqiyyət arzu edirəm. Amin. Hacı İlkin, buyurun siz. Bəli, əziz qarimiz Əhməd ev tapşırığın, təcvid bölümün çox gözəl işləmişdi, maşallah olsun. Qiymətindən də görünür və çalışdığı qədər vəqf ibtidanı da qorudu. Ondan da gözəl bal aldın. Və burada ayələrin mənasına uyğun olaraq avaz seçimi, muğam seçimi, onlara da diqqət etdi Əhməd. Əl-xüsus səəmə yəhkumunda səva əmməhyəhum və məmətuhum səbaya endi orada. Çünki dirlik və ölüm sözləri var idi orada. Sonra və xalaqallahu səməvati vəl arda bil haqq. Orada da bəyata keçdi. O da gözəl bir manevr idi. Orada biz ustadlarla qiymətlənmədə təbii ki, nəzərə aldıq. Qaldı səsin bəzi çatışmazlıqları var ki, onun üzərində mütləq işləməlidir. Deyərdim ki, hazırlıqsız cavaba keçid. Yəni, nə mənada hazırlıqsız? Sən zilə qalxdıqca səsini açmaqdansa, səsini aşağı ötürürsən, sinəyə ötürürsən. Səs baş tərəfə doğru getməlidir, damağa getməlidir səs. Amma sən sinəyə ötürürsən, boğazı ötürürsən, o zaman həm boğulma baş verir, boğulursan. Həm də səsin o tam cövhəri, məsələn, səsin oktavına 2 oktav olarsa 5 bal veririksə, oktav yarım olursa 3 bal veririksə, yəni burada sən oktav yarım oxudun və biz ora 3 verdik. Amma səsin sən əgər o cövhərin göstərsəydin orada, sən 3 deyil 4 bal da ala bilərdin. Baxmayaraq ki, 2 oktava çatmamışdı məsələn səsin. Bunlara inşallah ümid edirik ki, gələcəkdə diqqət edəcəksiniz. Hacı Ruslan Qasımov, dəyərli ustadı eşidək, buyurun. Dəyərli ustadlar, əziz Quran qarimizin yetərincə problemlərini dedilər, yaxşı xüsusiyyətlərini də dedilər, nöqsanlarını da dedilər. Allah salamat eləsin. Mən 2 dənə nöqtəyə toxunmaq istəyirəm. Təcvid əməli, praktiki çox yaxşı riayət edirsiniz təcvidə. Yəni, keçən dəfəki tilavətlə
bugünkü tilavətinizdə belə təcvid irəliləyişi daha çox hiss olundu. Bir fəsahətə diqqət yetirsəz, ona görə də çox dinləmək lazımdır. Ərəb ləhcəsini tamamilə səlist ifadə eləməkdən ötürü, xüsusilə dad hərfində və bəzi hərflər var ki, o hərfləri ifadə edən zaman, məsələn, hə hərfi, salihət kəlməsi. Baxın, iki qaydada deyirəm, sizdə hər iki salihətdə bu hiss olundu, o da fəsahətdən bal azalmasına səbəb oldu. Məsələn, salihət və amilus salihət, hə, fikir verdin? Amma ona salihət birbaşa fəthədən götürə bilərsiniz. Bu bir məsələ. Bir də zil səslərdə nec'alehum kəlməsində, səvəən kəlməsində bu iki dənə kəlmələrdə, zil pərdələrdə səsdə xariclər baş verir. Səs o öz həqiqətini itirir. Baxın, bir qayda deyirəm, inşallah izləyicilər də götürərlər bunu. Zilə səsi qaldırdıqca çalışın alt çənə var ha. Bu alt çənəni biraz aşağıya doğru, yox qabağa doğru buraxın. Alt çənəni boş buraxdıqca zil pərdələrdə səsi rahat şəkildə istifadə eləmək mümkündür. Bu məşqləri inşallah eləsəz, daha gözəl zil pərdələrdə səsdən istifadə eləyə bilərsiniz. Mən sizə müvəffəqiyyət diləyirəm inşallah. Ballarınızı təqdim edin ustadlar, buyurun. Ballar muğamlardan 33 bal, təcviddən 28,5, vəqf və ibtidadan 19 bal. Müvəffəq olasınız inşallah. Muğamlardan 33 bal, təcviddən 28,5 bal, vəqf və ibtida 19 bal. Müvəffəqiyyət diləyirəm. Muğamlardan 33, təcviddən 28,5 və ibtida 19. Beləliklə ustadlardan 241,5 bal topladı əziz qarimiz Əhməd Ramazanov. Allahdan müvəffəqiyyət diləyirik sizə. Uğur olsun inşallah. Buyurun gözləmə otağına. Növbəti iştirakçımız artıq buradadır, səhnədədir. Fəthiağa Qarayev salamlayırıq əziz qarimizi və qardaşımızı. Xoş gəlmisiniz. Əleyhissalam, çox sağ olun. Dəvətə görə təşəkkür edirəm sizə, əziz ustadlara, yaradıcı heyətə təşəkkür edirəm, zəhmət çəkirlər. Xalqımızı salamlayıram. Allah razı olsun. Allah bütün Quran oxuyanları və arzusunda olanları müvəffəq eyləsin. Fəthiağa Qarayev əziz qardaşımız və qarimiz. Bugün hansı muğam üzərində oxuyacaqsınız? Mənə maraqlıdır. Bugün inşallah Qafir, mübarək Qafir surəsindən oxuyacağam. 40-cı ayə. Təbii ki, Bəyat muğamı ilə başlayıb, sonra rasta keçid etmək istəyirəm. Görək, inşallah alınsa. Bəli. Yenə də ustad, mərhum ustad Bəhtimidən təqlid etdi, yoxsa? Görək də necə alınacaq, görək. Bəli, Allah razı olsun. İnşallah səhifəni də deyərsiniz, biz izləyə bilək, bizim izləyicilərimiz açsınlar, Quranları izləsinlər. Hansı səhifədir? Səhifə 471. 471. İnşallah dinləyək birlikdə, Allah qəbul eləsin. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. أسباب السماوات فأطلع إلى إله موسى وإني لأظنه كاذبا.
وكذلك زين لفرعون سوء عمله وصد عن السبيل وما كيد فرعون إلا في تباب وقال الذي آمن يا قوم اتبعون أهدكم سبيل الرشاد يا قوم إنما هذه الحياة الدنيا متاع وإن الآخرة هي دار القرار من عمل سيئة فلا يجزى إلا مثلها ومن عمل صالحا من ذكر أو أنثى وهو مؤمن فأولئك يدخلون الجنة يرزقون فيها بغير حساب صدق الله العلي العظيم. Ne kadar şefkatli, ne kadar mehriban Rabbimiz var. Ne kadar lütfkardır bizim Rabbimiz. Əziz qarimizin oxuduğu ayədə Qafir surəsinin 40-cı ayəsində buyurur: "Mən amilə səyyətən fələ yuzza illa mislaha." Hər kim əgər pis bir iş görərsə, onun müqabilində cəzalanacaq, artıq yox. Və daha sonra da buyurur: "Və mən amilə salihan min zəkerin əv unsa və huve mu'min." Kişi və qadın olmasından asılı olmayaraq hər bir mömin bir iş görərsə, yaxşı bir iş görərsə, فَاُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ يُرْزَقُونَ فِيهَا بِغَيْرِ حِسَابٍ. Nə qədər, bax buna görə deyirəm, Allah o qədər mehribandır ki, yaxşı bir işin müqabilində isə Allah saysız hesabsız, biğeyri hesab deyə buyurur, saysız hesabsız ona nimətlər əta edəcək cənnətində. Allaha sonsuz şükürlər olsun. Həqiqətən də, baxın, pis bir iş görürük, nə qədər əgər o işi görmüşüksə, hansı bir pis işdirsə, onun müqabilində cəza verəcək. Amma yaxşı bir iş olsa, nə qədər mükafatlandıracaq Allah bu insanları, bu salih insanları, mömin insanları. Allah bizi salihlərdən, möminlərdən qərar versin inşallah. Əziz qarimiz, təşəkkür edirəm gözəl qiraətə görə və dərhal sözü verirəm ustadlarımıza, münsiflər heyətinə. Hacır Ustam, buyurun, eşidək sizi. Fəthi Ağa qarimizi salamlayıram və demək istəyərdim ki, keçən həftəki tilavətləri ilə bu tilavətdə biraz fərq hiss elədik.
əfsuslar olsun ki, biraz geriləmə kimi hiss olundu. Çünki Fəthi Ağa müəllimin həyəcanı da hiss olunurdu, təbiidir. Bir nöqtəni nəzərinizə çatdırmaq istəyirəm ki, sizdə bu potensial var. Hansı ki, o səsi bugünkü tilavətin içində mən diqqətimi cəmləmişdim ki, səs hansı formada siz oxuyanda daha şəffaf səslənir. Özünüz bu tilavəti dinləyəndə illə fi təbəb kəlməsi ki oxudunuz, orada səsin demək olar ki, tamam diapazonunu göstərdiniz. Səsdə həm bir şiddət oldu, həm də səs birbaşa yuxarı damaqda hiss olunurdu. Səsin şəffaflığı bir dənə o kəlmədə özünü göstərdi. Amma ondan sonraki tilavətlərdə yenə də səs öz həqiqətini demək olar ki, itirir. Ki, təcvid baxımından da bir sıra məsələlər var. İnşallah münsiflər heyəti fikirlərini bildirsinlər. Bəli, Seyid Əli müəllim, buyurun. Salamlayıram əziz qarimizi. Bəli, vəqf ibtida yerləri. Demək olar ki, bacardığı qədər ən münasib yerlərdə vəqf elədi. Hətta bir yerdə daha uzun nəfəs göstərməyə çalışdı. Təqdirə layiq bəli bir seçim idi. Amma mədlərdə ümumiyyətlə, mədd təbiilərində də, yəni başladığın tilavətlə fərqi var idi başqa mədd təbiilərdə. Hətta iki yerdə mədd təbii, belə deyək, o ölçü pozuntusundan əlavə, belə deyək, daha çox idi. Və bir də mədd-i müttəsil ulaikə kəlməsində ki, o birisi mədd-i müttəsillər 5 hərəkə idi. Bu 3 hərəkə oldu. Tamamilə bir səhv, belə deyək də, əsaslı bir səhvdir və bu təcvidinizdən sizin böyük bal kəsintisinə səbəb oldu bu təcvidi səhvlər. Daha diqqətli olmaq tövsiyə olunur. İnşallah müvəffəqiyyət arzu edirəm sizə. Bəli, Fəthi Ağa əzizimiz, Allah səs və qüvvət versin. Mən elə bilirəm ki, əziz ustadlar da məni təsdiq edər. Fəthi Ağa hazırladığı qiraət alınmadı deyə, yəni evdə hazırladığı qiraət alınmadı deyə mən onu hiss elədim. Və inni ləəzunnuhu kəzibə və kəzəlikə zuyyinə li firavuna. Oradan artıq hiss elədi ki, mənim qiraətim hazırladığım qiraət deyil deyə biraz ruhdan düşdü. Olub elə qiraətlər görsən ki, oxuyursan alınmır. Həmin o düşdüyün mühitin ab-havasından, yəni avaz mühitinin ab-havasından çıxmaq olmur və cavabı da orada tam formada hiss elədim ki, alınmadı. O cavabı başladığın not və zil not eyni, yəni elə bir formada olmalıdır. Artıq qarşıda oturan da bilməlidir ki, sən burada nə etməlisən? Zil edəcəksən. Onu hiss etməlidir. Məsələn, يا قوم إنما هذه الحياة الدنيا متاع وإن الآخرة هي دار القرار. yəni bir ayədə başladığın aşağı not və yüksək not, bu daha gözəl və cazibəli olur. Amma düz formada, eyni notda gəlib bir kəlmədə cavabı vurmaq, o biraz qeyri səlist olur da. Yəni, biz dediyimiz o Misir qiraəti və yaxud da əsl qiraətdən biraz tam olmur deyə fikrimi çatdırmaq istəyirəm. Allah qüvvət versin səsvə, belə əlhəmdülillah yaxşı qiraət idi. Bəli, Fəthi Ağa qarimizin muğamlardan balı 31,5, təcviddən 26, vəqf ibtida 18,5 bal. Muğamlardan 32, təcviddən 26, vəqf və ibtida 18,5 bal. Müvəffəqiyyət arzu edirəm. Muğamlardan 31,5 bal, təcvid 26 bal, vəqf və ibtida 18,5 bal. Müvəffəqiyyət diləyirəm. Beləliklə 228,5 bal topladı əziz qarimiz.
Allah müvəffəq eləsin. İnşallah gözləmə otağına buyura bilərsiniz. Ədalət Behbudov. Dəyərli iştirakçımız səhnədədir artıq. Salamlayırıq Ədalət qardaşımızı. Necəsiz? Aleyküm salam və rəhmətullah. Allah razı olsun. Allah Təşəkkür səndən razı bildirirəm. olsun. Yaxşıyam, Var olasınız. şükür. Bugün hansı muğamlar üzərində qiraətiniz olacaq? İnşallah Bəyat muğamı, Bəyat. Rast muğamı, Seyqa, bir də Nihavənd, bir də təzədən Bəyat. Maşallah, maşallah. Muğamla zəngin bir qiraət. Və ayələri hansı surə, hansı ayə? İsra surəsinin İsra surəsi 106-dan 111-ə. Səhifə də 293. 293. İzləyək birlikdə. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وقرآنا فرقناه لتقرأه على الناس على مكث ونزلناه تنزيلا قل آمنوا به أو لا تؤمنوا إن الذين أوتوا العلم من قبله إذا يتلى عليهم يخرون للأذقان سجدا ويقولون سبحان ربنا إن كان وعد ربنا لمفعولا ويخرون للأذقان يبكون ويزيدهم خشوعا وقل ادعوا الله أو ادعوا الرحمن أيما تدعوا فله الأسماء الحسنى ولا تجهر بصلاتك ولا تخافت بها وابتغي بين ذلك سبيلا
وقل الحمد لله الذي لم يتخذ ولدا ولم يكن له شريك في الملك ولم يكن له شريك في الملك ولم يكن له ولي من الذل وكبره تكبيرا صدق الله العلي العظيم. Ədalət Behbudovu dinlədik, onun qiraətini dinlədik. İndi isə həmişə olduğu kimi münsiflər heyətində söz buyursun Hacı İlkin Həsənzadə. Bəli, Ədalət əzizimiz qiraət etdi. Bundan da gözəl qiraət edə bilərdi. Çünki yəni mən bilirdim ki, o hazırlaşır, məşq edir. Sadəcə olaraq Ədalət öz hesablamasına istədi ki, qabağa düşsün, amma 3-4 qat geri düşdü. O, təbii ki, sözə qulaq asmamaqdır. Yəqin ki, bundan sonra o sözə daha yaxşı qulaq asar, yaxşı mənada deyirəm. Bəli, Ədalət əzizimiz istədi səsin daha zil etsin, 2 oktava çatdırsın. Nailiyyətdə oldu, yəni müvəffəq oldu. Amma nə baş verdi? İndi ustadlar daha geniş inşallah ətraflı izah edirlər onu. Yəni, əgər mənim fikrim yarışda oxuduğum yerdə bir nöqtədədirsə, mən başqa nöqtələri unutmuşam artıq. Məsələn, əgər mən iddia edirəm və orada 2 oktav 5 baldır, yaxşı. Mən ancaq diqqətimi yönəltmişəm 5 bala. Mən buradan 5 bal almalıyam, yaxşı. Burada sadəcə olaraq bir dənə hesablamaq lazımdır. Mən bu 5 balı almaq üçün o tərəfdən 10 bal itirə bilərəm, itirə bilmərəm? İtirə bilərəm. Deməli, əgər mən bu 5 balı qazanmaq üçün mübarizə aparıramsa, 10 bal artıq yaddan çıxıb. 10 bal getdi. Və təbii ki də elə də olmalıdır. Mən bir yerə çox diqqət edirəmsə, mən həmişə tələbələrə deyirəm, öz tələbələrimə deyirəm, söhbət yarışdan getmir. Görürsən, səs oxuyub göndərir, o qədər diqqətlə oxuyur ki, o diqqət səbəb olur ki, o səhvə yol verir. Yəni də o qədər diqqət etməməlisən ki, o diqqətin səni yayındırsın başqa bir şeylərdən. Sənin bugünkü qiraətində, yəni o səliqə o deyil idi. Yəni ona görə ki, özün də indi etiraf elədin bəyək. Dedin ki, mən çox bəmlə başladım ki, 2 oktavı gətirmək üçün. Bu lazımsız bir şeydir, yəni ehtiyac yox. Gözəl sıx qiraəti elə. O gözəl qiraəti burada dəyərli münsiflərimiz də onlar qiymətləndirəcəklər ki, doğrudan da bu qiraət elədi. Hökman bir yerə, nöqtəni bir yerə qoymayın ki, mən bunu etməliyəm. Uduza bilərsən belə olanda. Allah sizin vəffəq eləsin. Seyid Əli Musayev, buyurun Seyid. Salamlayıram əziz qarimizi. Bəli, bundan öncəki həftə tilavətində daha belə deyək, gözəl hazırlanmış bir tilavət idi. Burada, bəli, fikriniz başqa yerdə qaldı. 3 dənə üzdən oxu səhv ki, mədd olmayan kəlmədə vabtəği kəlməsinə əlavə mədd verdiniz və bir də və qulidullah kəlməsində qulidullah kəlməsinə əlavə vav və udullah kəlməsində qulillah kəlməsi ilə əvəzlədiniz. Ümumilikdə 3 üzdən oxu səhv ki, belə deyək, daha artıq bal itkisinə səbəb oldu. Hər münsifdən belə götürürsək 9 bal buradan itirəndə gör nə qədər sizin üçün belə orada bal itkisi olur. Daha diqqətli olmaq lazımdır. Müvəffəqiyyət arzu edirəm. Hacı Ruslan Qasımov, buyurun, eşidək sizi. Mən Ədalət qardaşımızın bugünkü tilavətinə ümumi bir söz deyə bilərəm. Əslində,
nə qədər bən başdasa, Quran qarisi nə qədər bən başdasa, ikinci mərhələdə o qarinin nə qədər muğamlara və səsdən istifadə eləmək imkanlarına nə qədər qabiliyyəti varsa, orada problem yarana bilər. Əslində, məsələn, nə qədər bəmə getsə, səs zil daha da yüksək, qərar, cavab hissələrini daha sərbəst və daha rahat oxuya bilər qari. Səbəbi orada görmürəm əslində. Əziz münsiflər heyətinin, hərənin özünün məsələn nəzəri var. Mən nöqsanı onda görmürəm əslində. Nöqsanı ki biz bu Quran tələbələri ki mütəmadi olaraq hər hansı bir yerdən, istər müsabiqədə, istər qeyri-müsabiqədə ki o səslərin atırlar, hansısa bir səhvləri göstərməyə, eyni yeri 3 dəfə, 4 dəfə, 5 dəfə oxuyurlar belə. O oxunuşların, sərbəst oxunuşların içində belə deyirsən ki, filan yerdə filan hərfi belə elədin, bir dənə hərf artırdın, bir dənə hərf əskiltdin. Mümkündür ya həyəcan olur, ya da ki, ümumi diqqətsizlik. Ümumiyyətlə, gözəl avaz gətirmək istəyəndə, insanın şuurunda qalan o gözəl avaz gətirmək məqsədi ilə adam bəzən gözün oradan çəkir. Mən şəxsən dünya müsabiqəsində bu səhvi eləmişəm. Orada məsələn, muğam sahəsində ki, Allah'a şükür görənlər görür, bilənlər bilir, muğam sahəsində, yəni içində o rahatlıq, o profesionallığı özümdə hiss eləmişəm daim. Onunla beləsinə zehnimdə ki, olur o gözəl bir şey orada oxuyum, bir an gözümü oradan çəkməklə məsələ həll olur. Yəni İlkin müəllim məni təsdiqləyər bu məsələdə. Çünki başımıza gəlib özdə dünya müsabiqələrində başımıza gəlib. Məndə də gəlib şəxsən. Yəni göz gərək oradan çəkilməsin. Yəni sənin gözün avaz oxuyanda zehnin avazın yanında qalırsa, o məsələdə çox gözəl vurğuladılar. Zehnin avazın yanında qalırsa, beynində onu oxuyursan. Beynində oxuyan zaman ora baxmamaq. Yəni, bir 10 dəfə oxumusan, zehnində ayə qalıb axı. Qul edəullahı demək istəyirsən, gəlsən orada huva qul edəullah deyirsən və yaxud bir anın məsələsidir. O an diqqət yayınmaqla məsələ həll olur. Odur ki, bu şeylərə gərək diqqət olunsun. Biz bir-birimizə müsabiqələrə gedəndə, İlkin müəllim şəxsən mən müsabiqəyə gedəndə deyib, İlkin müəllim gedəndə müsabiqəyə bizim ən çox elədiyimiz zarafat bilirsiniz nə olub? Bir dilxoşluq eləmişik, zarafat eləmişik. Qardaş, gözünü oradan çəkmə. Yəni şəxsən məndə də olub üzdən oxu səhvi. Bir anlıq gözünü yumursan. Bəli, siz neysə, cavab oxumaq istəyirsən orada. Məsələn, وَقُلِ دَعُوا اللّٰهِ Bax, görsən, mən indi bir şey etiraf eləyim sizə. Avaz gətirmək istədim, sənin elədiyin səhvi elədim. Səmimi deyirəm, etiraf edirəm ki, mən də səhv dedim. Bilərəkdən demədim baba. Maraqlıdır. Qaldım sənin fonunda. Odur ki, gözü gərək oradan çəkməyəsən. Bir an çəkdin, getdi. Diqqətli olmaq lazımdır. Allah sizi müvəffəq eləsin. Allah müvəffəq Sizdən eləsin. xalq tutuldu mu indi, hacı? Sizdən xalq tutuldu mu indi? Yox, bizə Bəli. hörmət eləyirdilər. Bizə hörmət Yəni, eləyirdilər. Biz burada bilirsiniz nə edirik? Hər bir Quran qarisinə öyle eşitsinlər, bilsinlər, hər bir Quran qarisinə onların elədiyi səhvlər üzərə səhvlər tutulsa, bal şkalaları çox aşağı gələr də. Biz burada müzakirə edirik, ricaən hamıya o rica qəsdini qurbətən ilallahı hamıya nisbətdə eyni qaydada eləyirik. Hacı, məclisdə, hər hansı bir məclisdir, yəni müsabiqə deyil, yarışma deyil də, orada baxmadan oxumaq, yəni də məsləhətdir ya məsləhət deyil orada da. Baxmayaraq ki, orada səhv etsən, bal tutulmayacaq falan belə bir şey. Əzbər oxumaq daha gözəldir, Əzbər amma bu oxumaq bir yarış... qarinin gözəl Düzdür, qiraəti üçün əzbər şərtdir. Əzbər bilmək gözəldir, amma gözünü çəkmək gözəl deyil. Hətta hafizlər belə səhv oxuya bilirlər. Bəli. Odur ki, müsabiqə 5 dəqiqə gözünü Qurana baxmaq ibadətdir yoxsa yox? Təbii ki. Əfsəli ilə baxmaqdır, Qurana bax oxu da. Çox gözəl, Allah razı olsun. Bunlar insanlar bilməlidir bunları. Qarilik ilə məşğul olanlar, qarilik yolunda addımlayanlar bilməlidir bunları, bu tövsiyələri. Təşəkkür edirəm sizə İndi ustadlar. bir dənə də məsələ deyim. Bəli. İlkin müəllim məni təsdiq eləyər. Dəqiq bilirəm ki, təsdiq eləyər. Çünki bizim başımıza gələn məsələlərdir. Harda əzbər bildiyimiz yer var, Daha çox çaşır. orada daha çox səhv eləmişik. Hacı, mənim əzbər Müsabiqələr. bildiyim buraydı da.
Çünki Ha. arxayın olursa Ədalət qardaşımız da deyir ki, həmin yarışın ayəni həyəcan- əzbər bilirdim. Yarışda belə deyək də, məclisdə problem deyil də, çünki həyəcan olmur, sən onu əzbərdən daha gözəl oxuyursan, yəni biz onu tətbiq eləyirik. bəli, Sadəcə olaraq məclisdə əladır. yarışda əzbər bildiyin yer, çünki sənə həyəcan gəlir, şək Bəli, şübhə də dolur adamın bəli. içərisinə. Elə olan halda mütləq sən müsəhəfə baxmalısan. Biz əzizlərə tapşırırıq ki, qardaş müsəhəfdən biz onu etmişik də, etmişik narahatçılıqlar olub. Siz etməyin. Ən azından bir aradakı fasilə olur, orada nəfəs alana qədər, rahatlana qədər sən burada həmin oxuduğun yeri azacıq mütaliə edib daha rahat başlaya bilərsən. Hətta insan namaz qılır. Adi qaydada hər gün bizim gündəlik namazlarımızda həm surəni nə qədər deyir də, bunu çox yaxşı əzbər bilirik də. Müsəlman olaraq hər kəs bunu əzbər bilir. Amma görürsən iki nəfər, bir nəfər gəldi, arxadan qoşuldu, iqtida etdi. Artıq məsuliyyət hiss edirsən. Bəzən olub mənim özümdə olub ki, mən həm surədə ayəni unutmuşam. Bir anlıq duruxmuşam, qalmışam. Həyəcan, Yəni, yarışı nəzərə gör almaq nə lazım. qədər, yəni həm surə kimi bir əzbər bildiyimiz bir surədə unutmuşam. O baxımdan. YouTube səhifələrində Oqtay müəllim hələ də qalıb mənim o tilavətim. Qardaşlardan xahiş elədim, çıxartmadılar. Bax bu ayə var ha. Qul idullaha əv idurrahmanə əyyəmmə. Oranı mən əyyəmən oxumuşam. Çünki üzünə baxmırdım, məclis idi. Başımı qaldırıb oxuram, əyyəmən oxudum. Özdə düzəltdim ha. Əyyəmən təd'u, əyyəmmə təd'u bu formada elədim. Bir nəfəs içində düzəltdim, amma qaldı da orada yəni. Yəni belə şeylər olur. Ümumiyyətlə avazdan çox təcvidə diqqət öz yerində. Məsələn, bizim günahımız yoxdur bəzi şeylərdə. Məsələn, bizdən istəyirlər, neyniyim bunu əldə eləyim, onun cavabını deyirsən. Onu gedib tətbiq eləyəndə deyilmir ki, hərflərin məxrəcinə diqqət eləmə, o birisi məsələlərə diqqət. Ümumi hər bir şeyə eyni anda diqqət olunsun da. Çox danışdıq, üzr istəyirik dinləyicilərdən də, sizlərdən də. Allah müvəffəq eləsin sizi qardaş. Ustadlar, ballarınızı təqdim edin, zəhmət olmasın. Ballar muğamlardan 30,5, təcviddən 18 bal, vəqfə ibtidadan 18,5 bal. Muğamlardan 30,5, təcvid 18, vəqf və ibtida 18,5 bal. Müvəffəq olasınız. Bəli, muğamlardan 31, təcviddən 18, vəqf ibtida 18,5. 201,5 bal topladı Ədalət Behbudov. Qarimiz, iştirakçımız. Allah yar olsun, müvəffəq eləsin inşallah. Buyurun gözləmə otağına. Bəli, yenə də möhtərəm qarimizi dəvət etmişik. Əhməd Sadıxov studiyamızdadır, səhnədə yer alıb. İnşallah onun da gözəl bir qiraətini eşidəcəyik. Salamlayırıq sizi. Salamünaleyküm Hacı. Salamlayıram sizi və dəyərli ustadları və dəyərli izləyiciləri və həmçinin dəyərli qari yoldaşlarımı. Allah inşallah oxuduğumuz Quran tilavətlərini qəbul eləsin. Amin, amin. Əhmədcan, hansı surə, hansı ayə oxuyacaqsınız? Ali İmran surəsi 10-cu ayədən 13-cü ayəyə kimi. Səhifəni də buyurardınız. Səhifə 51. Səhifə 51 inşallah. Birlikdə izləyicilərlə izləyirik, dua edirik. Gözəl bir qiraət oxuyasınız inşallah. Buyurun. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الذين كفروا لن تغني عنهم أموالهم ولا أولادهم
وأولئك هم وقود النار كدأب آل فرعون والذين من قبلهم كذبوا بآياتنا فأخذهم الله بذنوبهم والله شديد العقاب قل للذين كفروا ستغلبون وتحشرون إلى جهنم وبئس المهاد قد كان لكم آية في فئتين التقتا فئة تقاتل في سبيل الله وأخرى كافرة يرونهم مثليهم رأي العين والله يؤيد بنصره من يشاء إن في ذلك لعبرة لأولي الأبصار صدق الله العلي العظيم. Bugünə olan son qiraətimizi dinlədik. Əhməd Sadıqovun qiraətini. Allah qüvvət versin inşallah, səsinə qüvvət versin. Münsiflər heyətindən Hacı Ruslan Qasımovla davam edək. Əhməd əzizimizi bir daha salamlayırıq. Əhmədin keçən qiraəti səhv eləmirəmsə bugünkü qiraətindən daha yaxşı idi. Eyni zamanda demək olar ki, ümumiyyətlə bu həftə nə olub bunlara Seyid Əli müəllim? Demək olar ki, geriyə getmiş kimi hiss olunur tilavətlər. Əhmədin tilavətində xüsusi diqqət çəkən məsələlərdən biri. Əvvəl başladığınız səs tempri vardı ha. Əvvəl başladığınız Əuzubillah, Bismillah. Elə bir dolğun səs idi ki, məşhur Quran qarilərinin tilavətinin başlanğıcını bənzəyirdi. O səs ki sizdə var, axıra qədər niyə onu yürütmürsünüz? Bu bir sualdır sizə. İkinci məsələ, və uxra kəlməsi, ayn kəlməsi kimi, vallah, yəni burada ardıcıllıqlar var. Zamanımız o qədər deyil, onları tək-tək göstərək ki, bu kəlmələrdə muğam dəyişkənlikləri elədiniz və hər birində başqa pərdələrə daxil oldunuz. Yəni,
burada qeyd elədiklərim, yazdıqlarım, yəni bunlardır hələ ki, amma çox yerdə, yəni xaric səslərə, xaric pərdələrə daxil oldunuz. Və eyni zamanda da təcriddən də yetərincə problemlər var fəsahət bölümündə, bəlağətində, eyni zamanda idğamlarda, ixfalarda ki, əziz münsiflər heyəti əlavələrini bildirsinlər inşallah. Seyid Əli müəllim, buyurun. Salamlayıram əziz qarimizi. Ruslan müəllim lazımlı məsələlərə işarə elədi. İnşallah İlkin müəllim də təcvidə işarə eləyər. Mən istərdim əziz qarimizin vəqf ibtida məsələsinə işarə eləyəm. Elə bil ki, heç bir vəqf yeri belə qoymadınız qala. Üstünlük olan, olmayan hamısını bir-bir yoxladınız. Bu lazım deyil. Kifayət qədər nəfəsüz var və bir yerdə də aşkar kobud səhv kimi bir var idi. Mən istəyirəm ayənin mənası ilə onu deyəm, 13-cü ayədə ki, həm əziz qarimiz və iştirakçılar da bu məsələyə diqqət eləsinlər ki, mənaya da fikir verəndə bunlar üçün aydın olur. 13-cü ayədə qad kənə ləkum əyətun fi fi'ətəynil təqətə. İki dəstə bir-biri ilə üzləşəndə burada bir ibrət var. Yəni, əgər iki dəstə bir-biri ilə döyüşürsə, burada bir, təbii ki, izləyənlər üçün ibrət var. Fi'ətun tuqatilu fi səbilillah. Biri Allah yolunda, bir dəstənin biri Allah yolunda vuruşur və şəhid olur. Və uxra kəfirə. İkinci dəstə isə kafir dəstədir. Yaravnəhum misləyhim. Siz gəldiniz misləyhim kəlməsində vəqf elədiniz. Görürlər onu yaravnəhum misləyhim. Onları öz bərabərləri qədər, iki bərabərləri qədər görürlər. Ra'yəl əyn kəlməsindəki ondan iki kəlmə sonra vəqf var. Siz orada vəqf etməyib, burada vəqf edirsiniz. Bu aşkar bir səhvdir. Yəni, burada təbii ki, ayənin mənası da dəyişilməyə səbəb olur. Odur ki, elə ayənin mənasına da fikir verəndə siz bunları görə bilirsiniz. Bu məsələlərdə məxsusən diqqətli olmaq lazımdır ki, sizin, belə deyək, növbəti mərhələlərdə daha çox bal kəsintisinə səbəb ola bilər. Müvəffəqiyyət arzu edirəm. Hacı İlkin Həsənzadə. Seyid ustadın fikrinə qüvvət olaraq demək istəyirəm ki, misləyhim ra'yəl ayn, zaten orada cim işarəsi də qoyulub, elə o üzdən onu qoyurlar ki, sən gəlib orada yaravnəhum misləyhimdə dayanıb mənanı qarışdırmayasan. Əhməd əzizimizin səsi çox gözəl səslərdəndir. Sadəcə olaraq biz buradan bütün iştirakçılara deyirik ki, ustadların qapıları açıqdır. Ruslan müəllim, Seyid Əli müəllim və mən də yəni müraciət edə bilərlər. Heyfdir, yəni bu səsi istifadə etmək, ustadlardan fikir almaq, məsləhət almaq. Yəni burada bu gün vəqfdə elədiyiniz səhvləri ən azından müəyyən qədər yəni nizamləyə bilərdi ustadlar ki, burada dayana bilərsən, orada dayana bilərsən. Məqsəd də burada nəinki yarışda biz kiməsə kömək edib onu qalib etmə məsələsidir. Xeyr, yəni yarışdan öncə də, sonra da bu məsələlərdə biz hər kəsin xidmətindəyik və hər kəsə də kömək eləməyə hazırıq. Və ən böyük burada bal itkisi avazın uyğunsuzluğu oldu. Yəni avaz uyğunsuzluğu doğrudan da, çünki 50 baldır avaz. Yaxşı, vəqf ibtida 20 baldır. Gör nə qədər məsafə var avazla vəqf ibtida arasında. O yüzden siz ən azından avazı hər hansı bir ustaddan kömək alıb o avazı gözəl bir şəkildə təqdim edib gözəl bal ala bilərdiniz. Allah səsinizə qüvvət versin. Ballarınızı təqdim edin ustadlar. Bəli, avaz bölümündən 20,5, təcviddən 26 və vəqf ibtida 16,5. Allah müvəffəq etsin. Muğamlardan 21,5, təcviddən 26, vəqf və ibtida 16,5 bal. Müvəffəq olasınız. Muğamlardan 21,5 bal, təcviddən 24, vəqf və ibtidadan 16,5 bal. Müvəffəq olasınız inşallah. Əhmədcan, 189 bal topladınız. 189 bal, uğurlar diləyirəm. Allah müvəffəq eləsin. Gözləmə otağına buyura bilərsiniz.
Əziz və möhtərəm izləyicilər, Allah hər birinizə yar olsun. Bugünlük proqramımız başa çatır. Amma sabah mütləq bizi izləyin. İnşallah sabah da maraqlı, faydalı, bərəkətli bir proqramla qarşınızda olacaq inşallah. Müsabiqəmiz, yarışmamız Quran Sədası 2025 sabah davam edəcək. Hələlik isə sağ olun.